Təmərbutə ilə bitən kəlmələrin sonunda vəqf edən zaman ya səhv etmə ehtimalları ola bilir və yaxud sual meydana çıxa bilir. Sual nədən ibarət olur? Bildiyimiz kimi hansı hərfin üzərində vəqf ediriksə, həmin hərfin hərəkələri və yaxud tənvinləri sukuna çevrilir. Əlbəttə, tənvin fəthə istisnadır. Təmərbutə üzərində vəqf edəriksə, bu zaman təmərbutə hə hərfinə çevrilir. Sual bundan ibarət ola bilir ki, biz bu kəlmələrdə hərəkə və tənvinlərin qaydasına uyğun vəqf etməliyik, yoxsa təmərbutənin qaydasına uyğun vəqf etməliyik. Bildiyimiz kimi təmərbutə açıq tə hərfinin bağlı formasıdır. Dərslərimizdə buna geniş izah verməyə çalışmışıq. Və hərf də hərəkə və tənvinlərdən üstündür. Buna görə biz burada təmərbutənin qaydasına uyğun vəqf edirik inşallah. Burada seçimlərimiz var. Deməli, Müddəssir surəsinin 51-ci ayəsi, 52-ci ayəsi və 56-cı ayəsi. Bitişik təmərbutə hərfinə aid də bir seçimimiz Quran-ı Kərimin Əl-Qariə surəsindəndir inşallah. Deməli, vəqf zamanı biz sonunu təmərbutənin hə hərfinə çeviririk. Qasvərah, Munəşşərah, Əl-Məğfirah, Əl-Qariə,